أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli Müslümanlar, her bir şəxs arzu edir, istəyir ki, evi bereketli olsun. Yani evinin içinde bereket o demektir ki, yemeğin sana çatır, sevinç var, rahatlık var. O evinin içine girəndə əmin amanda olursan, qəlbin rahatlıq tapır. O evə deyirlər bərəkətli ev. Nə gözəl evdir o ev. Allah Subhanahu Taala bütün Müslümanların evini bərəkətli etsin. Əgər biz bunu arzu ediriksə, bu heç də özündən baş vermir. Bunun üçün müəyyən səbəblər vardır ki, sən o səbəblərdən sarılmalısan. O səbəbləri icra etməlisən ki, çünki bərəkət deyilən bir şey Allahdadır. Allah onu dilədiyinə verir. Daha doğrusu, hak edənə verir. Biz onu hak etsək, əlbəttə ki, evimiz bərəkətli olacaq, yoxsul olsaq belə. İnanın ki, yoxsul olsam belə evin bərəkətli olacaq. Yəni, o evindəki bir tikəni gülə-gülə, sevinc ilə, qəlbi fərəhli yeyəcəksən. Və ailəndə və evində əmin amanlı olacaqsan. Orada könlün xoş olacaq. Yoxsa necə evlər vardır ki, onlar öz yaşadıkları şəhərin ən gözəl evidir. Amma içində sevinç yoxdur, içində əmin amanlıq yoxdur. Ona görə də gəlin diqqətlə dinləyək, görək Allahın Resulü sallallahu aleyhi və səlləm bütün sünnəsində bizə bərəkətli evi nədə olduğunu göstərib. Gəlin biz də onları icra edək ki, evlərimiz bərəkətli olsun. Evinin bərəkətli olmasını istəyən şəxs birinci, özü və əhl-i beytinə evində Qur'an oxutdurmalıdır. Bəli, Allahın zikri evdə çoxalmalıdır. Sən də oxu, ailə üzvlərini də zaman Qur'an oxutdur. O evin içində namaz qılın. O evin içində Bismillah, Allahu Ekber kelimələri yayılsın. Bax, o ev bərəkətli olacaq. Ən mühüm səbəbi artıq əldə etmişdir. Deməli, evinin bərəkətli olmasını istəyirsənsə, evində Qur'an oxutdur. İlla ki, tövsiyə olunur, evi biraz geniş olan müsəlman bacı qardaşlarımıza. Əgər eviniz çox genişdirsə, yəni çox otaqlıdırsa, o zaman boş qalmış otaqlar var, bax, oralara tez-tez gedib, orada Qur'an oxutdurun. Çünki boş qalan otağa şeytan müdaxilə edir. Harada ki, insan yaşayır, baxın, orada rahatlıq var. Amma insanın yaşamadığı otaqlar nəsə soyuq olur. Soyuq, yəni gərginlik soyuğundan demirəm. Yəni mənəvi soyuq olur. O ev darıxdırıcı olur, o otaq. Çünki orada insan yaşamır. Orada zikir olunmur. Zikir etmək lazımdır. Ara bir Qur'anı götürün, boş qalan evlərinizdə oturun, oxuyun. Evlərinizi Qur'an ilə bəziyin, dəyərli müsəlmanlar. Kim oxuya bilmirsə Qur'an, o zaman o böyük bir neməti əldən çıxartmışdır. Ona tövsiyə olunur ki, istəyirsə evi bərəkətli olsun. Birincisi Allah üçün, sonra da bu səbəblər üçün də getsin Qur'anı öyrənsin. Bir ayı ayır, get Qur'an öyrən. Evində Qur'an oxu, Qur'an qədər evinə bərəkət gətirən başqa bir şey ola bilməz. Evinizdə azan verdirin, namaz qıldırın ki, eviniz bərəkətli olsun. Kim, yenə də deyək, oxuya bilmirsə, o zaman hələlik öyrənənə qədər zikirləri çoxaltsın.
Subhanallah, elhamdülillah, Allahu akbar. Bunların sayı hesabı yoxdur. Nə qədər istəyirsən de, zamanı və vaxtına görə. La ilahə illallah zikri ən ağır zikirlərdəndir. Bax, beləcə evini bərəkətləndir, dəyərli müsəlman. 2. Valideynə sayğı. Qohumluq münasibətlərini saxlayan ev. Yəni, o evin içində əgər valideyn hörməti varsa, yəni o evin böyüyü valideyndirsə, ya ata, ya ana. Bax, o evdə bərəkət vardır. Ey övladlar, ola bilsin sənin valideynin bir şey qazana bilmir. Ola bilsin ki, sənin maddi durumun yaxşıdır. Amma sən bilginən, heç vaxt evin böyüyü ola bilməzsən. Nə qədər ki, sənin atan, anan sağdır. Evin böyüyü, nə qədər ki, valideyndir, bax, o bərəkətli evdir. Düzdür, digər səbəbləri də tutmaq şərti ilə. Yəni, sayacağımız bütün səbəbləri toparlamaqla. Deməli, evin böyüyü valideyndir. Sən qazanırsansa, eybi yox. Onu valideynivə hiss etdirmə ki, bugünə qədər sən məni saxlamışdın, indi mən səni saxlayıram. Xeyr, həmişə böyülüyü valideynə ver. Əlindəki imkanlardan da, misal üçün, bəzən qəsdən ona ver, mən ala bilmirəm, sən get arada bazarlığı et, çox da evdə oturma, yorularsan, xəstələnərsən, biraz gəz, biraz hərəkət elə, biraz bazarlıq et, sən yaxşı bazarlıq edirsən, mən sənin kimi bazarmıram. Yəni, bunu yalan olsa belə de. Çünki bu cür yalanlar insana sevinç gətirir, heç günah da deyil. Çünki sevindirmək üçün bir sözü deyirsən, bir də həqiqətdə də o səndən böyükdür, əlbəttə ki, o səndən çox bilər. Yenə də, yəni, valideyni evdə sevindir. Valideyni, yəni, sən artıq bir şey yaramırsan, qalmısan boş-boşuna yeyirsən evdə. Ona onu yaşatma. Sən bilginən ki, o onu yaşayır. Əgər sən demirsənsə və yaxud da ki, qaşqabağını tökərək, bazarlığı gətirib evə qoyursansa, o artıq onu, özünü artıq adam kimi hiss edir. Bu, çox təhlükəli haldır. Çünki valideynin övlad üçün düşündüyü düşüncə var, ha. Allah onu istəyir. Və valideyn hətta dilinə gətirməsə belə, əgər övlad onu sıxırsa, o Allah üçün qəzəbdir. Allah nifrət edir, xoşlamır belə övladları. Ki, yəni valideynini artıq adam kimi özünə hiss etdirən, etməyin belə şeylər, dəyərli övladlar. Valideynizi həmişə böyük tutun, həmişə xəstə olsa belə, çarəsiz olsa belə, heç bir şey əlindən gəlməsə belə, hətta sizi incitsə belə. Bəli, onu həmişə evdə böyük kimi saxla. Çünki hökmən sən onu yaşayacaqsan. Əgər bunu dünyada valideynivə yaşatmasan, böyülüyü, sən o öldükdən sonra dəhşətli peşimançılıq çəkərsən. Çünki o, sənin qısa müddətli bir qonağındır. Onu sevinci ilə yola sal Rəbbinə qovuşdur. Evdə evə bərəkət gətirəcək. 3-cü amil, halal malı evə gətirməyə səy etmək. Halal mal. Yəni, halal qazan evə gətir. Sən bütün səbəbləri tutsan, amma haram gətirsən evə, heç vaxt evində sevinç, bərəkət olmayacaqdır. Faiza pul vermə, faiza pul alma, uyuşturucu satma, evində haram şey gəzdirmə. Yəni, sənin soyuducunda spirtli içki olmasın. Allah bərəkəti bütün evindən çəkər, sevinç yaşamazsan. Bərəkət evdə yeməyin olması deyil, ha, dəyərli müsəlmanlar. Düzdür, o da bərəkətdən biridir. Amma tam olaraq bərəkət o deyil. Bərəkət evdəki yemək deyil. Bərəkət evdəki yeməyi yeyərkən içlərdə yaşanan duyğulardır, sevincdir, bərəkət ondadır. Evə halal qida gətirin. Haram da 2 növdür. Var cinsi haram, misal üçün donuz əti, şərab, cinsi haramdır. Bir də var malın özünün haram yolla əldə olunması. Yəni, rüşvət alır, gedir evinə bazarlıq edir. Halal bir şey alsa belə, o ona halal sayılmır. Çünki rüşvətlə almısan.
və yaxud da ki, uyuşturucu satmısan və yaxud da ki, bir insanı məhv edib onun qazancını əldə etmirsən. Bax, bu halal deyil. Dördüncü səbəb, yemək yeyərkən birlikdə yemək. Yəni, ailə bir araya toparlansın, yesin. Və evin içində yaşayanlar büdcələrini bir etsinlər. Yəni, evin içinə aiddir. Yəni bütün bacı qardaşının büdcəsini bir deyil. Evin içində kimlər yaşayırsa, onlar büdcəni bir etsinlər. Ola bilər ki, evdə 2 övlad pul gətirir. Hərəsi özü üçün ayrı-ayrı xərcləməsin. Misal üçün, evdə büdcə qursunlar, o da kimdədir? Anada, atada. Əsasən anada. Ana sağdırsa anadadır. Çünki Allah Subhanahu taala evin bərəkətini qadına verib. Qadının əlindədir. Hətta kişidə deyil. Pulu kişi gətirsə belə, o qadındadır. Çünki ev qadına tapşırılıb. Evin xanımı qadındır. Bütün söz də onundur. Daha həddini aşmama şərti ilə. Yəni, qadın evi idarə edir. Kişi çölü idarə edir. Əgər kişi evində hər nəyinə müdaxilə etsə, o zaman bərəkət gedəcək. Yəni, onu burax qadın həll etsin. Deməli, evdə büdcə düzəldin. Yəni, hərəniz ayrı-ayrılıqda qazanırsınızsa, ümumi ailənin yaşaması üçün büdcə ayırırsınız. Gətirin ananıza, verin ki, ana, bax, bunu mən bu ay qazana bildim. Bu qədərini sizə verirəm. Qalanı mənim özümə lazımdır. Öz işlərində, öz gələcəyin içində bir şeylər qurursan, amma büdcəni mərkəzləşdirin evdə. Baxın, bərəkət olacaq o evdə. Və yeyərkən də birlikdə yeyin. Oturun bir süfrə arxasında, yemək yeyin. Bismillah, evin böyüyü desin, birinci. Və birinci süfrəyə əli evin böyüyü uzatsın, yeməyə. Böyük süfrəyə əlini uzatdı, Bismillah dedi, əlini uzatdı, ondan sonra övladlar yeməyə başlayır. Bu, ən bərəkətli süfrədir, ən bərəkətli evdir. Bunu bərpa etmək nə qədər gözəldir. 5-ci səbəb, bazarlığa gedən, ticarətə gedən adamın səhər tezdən getməsi. Yəni, duha namazından sonra. Sübh namazını qıldı, zikirlərini etdi, o vaxta qədər zikir etdi ki, günəş doğdu. Günəş ki doğdu, duha namazını qılır, duha namazının qaydasını dərslərdə vardır. Hələ YouTube-da duha namazını qaydası yazsız, elə o gələcəkdir. Neçə-neçə dərslər var, bizim də o barədə dərsimiz vardı. Duha namazının qıldığın 2 rükət. Ya da 4 qıldın, neçə qıldın özün bilərsən, artıra bilərsən. Ondan sonra get bazarlıq etməyə. Yatıb günorta getmə. Səhər get bazarlıq et. Yox, ticarətə gedirsənsə, hələ o vaxtı get. Ən bərəkətli vaxtı. Bir gün Allahın Rasulü sallallahu aleyhi və səlləm qızı Fatimənin evinə gəlir duhadan sonra. Görür Fatimə yatıb. Deyir, qızım, yatmısan sən? Deyir, hə, ata, uşaqlarla yorulmuşdum, biraz yatdım. Deyir, bu vaxtı yatma, qızım. Sənin qapına bu vaxtı bərəkət gəlir. Oyaq ol, o bərəkəti al. Yəni, oyaq ol, ev işləri əsasən bu vaxtı gör. Yəni, yeməyini bu vaxtı hazırla. Yəni, evinin işlərini bu vaxtı gör. Bəli, deməli, duha vaxtı yerin ən bərəkətli vaxtıdır. Çünki həmən vaxtı Allah Subhanahu taala bərəkət qapılarını açır. Çünki insanların günü başlayır. Bu da hər coğrafiyaya görə dəyişir. Yəni, ola bilər bugün bizdə duha olanda başqa yerdə axşamdır. Yəni, harada gün doğubsa həmən yerə gün doğan kimi bərəkət də doğur. 6-cı səbəb dua etmək. Dua etmək ki, Allahım, mənə bərəkət ver. İşlərimi bərəkətli et. Necə ki, gündəlik duaların içində bu vardır. Biz hər gün sabah duasını edəndə Allaha bu duanı edirik. Allahümmə inni əs'əluka ilmən nafi'an və rizqan tayyibən və əmələn mutaqabbələ. Allahım, səndən istəyirəm. Mənə faydalı elm ver, faydalı elm. Və mənə
bərəkət ver, təmiz ruzi ver, rızqımı təmiz et, bərəkətli et və qəbul olunan əməllərə məni yönəlt. Deməli, biz səhər-axşam zikirlərində bu sözü deyirik. Deməli, dua etmək lazımdır. Allahdan bərəkət istəmək lazımdır. 7-ci səbəb, evə girəndə Bismillah deyib, sonra Əssəlamu aleykum demək. Bax, bunu yaxşı yadda saxlayın, dəyərli müsəlmanlar. Saydıqlarımızın içində ən ciddi olanıdır bu, ha. Evə girəndə Bismillah deyib, sonra Əssəlamu aleykum. Təsəvvür edirsən, sən evinə birinci ayağını atanda, küçə qapısındansansa, küçə qapısından evinə girəndə və bir də evinin içinə girəndə. Qapını açdıqda sağ ayağınla evə gir və de, Bismillah, Allahın adıyla gəlirəm evə. Sonra de, Əssəlamu aleykum, Allahın rəhməti, bərəkəti olsun sizə, ey mənim əhlim. Baxın, bu sözü deyin. Hətta zaman-zaman ailədə küsüşmə olsa belə. Təbiidir ki, ailədə bəzən küsüşmə olur. Küsərkən salamı deməmək etməyin. Küsərkən də belə evinizə girəndə salam verin. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, yəni evə girərkən Bismillah deyib salam aleykum demək evə bərəkət gətirir. Evdəki şərri evdən qovur. Fitnə fəsad evdən çıxır. 8-ci səbəb. Evdəki yeməklərdən bəzən bir boşqab düzəldib, evdən çıxardıb kiməsə vermək. Əgər mümkündür, evinə adam çağıra bilirsənsə, ara bir nəfəri çağır evinə. İndi bir nəfər misal üçün dedim, elə Allah bir nəfər olsun, gücüvə görə. Ara bir nəfər çağır, səninlə bir yemək vaxtı yemək yesin. Sən bilginən evinə bir nəfər çağırdınsa, Rasulullah sallallahu aleyhi və səlləm buyurur, o qonaq evdən gedəndə özü ilə bərabər evdəki bütün dərdi bəlanı çıxardır çölə, atır çölə. Allah onunla birlikdə çıxardır çölə. Ona görə də tövsiyə olunur ki, ara bir evinə bir nəfəri çağır. Yox, evinə çağırmaq şəraiti yoxdursa ki, bu da mümkündür. O zaman bir boşqab yemək düzəlt, tanıdığın kasıb bir qardaşına bəxşiş et, o yesin. Bax, arada belə işlər görmək lazımdır. Çünki sən nə qədər verdinsə, o qədər sənə qaydacaq. Artıqlaması ilə sənə qaydacaq. Amma xəsis insan heç kəsə deyil, özünə zərər vurur. Çünki xəsislik etməklə elə başa düşür ki, malımı çoxaldıram, halbuki onun malı xəsisliklə azalır. 9-cu səbəb. Ev əhlinin tez-tez istiğfar etməsi. Yəni, əstəğfirullah deməsi. Allahım, məni bağışla, Allahım, bizi bağışla, xəta etdik, tövbə edirəm, sənə dönürəm günahlarımdan. Bax, günahlara tez-tez tövbə etmək. Çünki, sən yadda saxla, sən nə günah edirsənsə, o günah yük olaraq sənin üzərindədir. Qara yük. Və evinə girdikdə həmən qara yüklə birlikdə evinə girirsən. Yox, o günahı evin içində edirsənsə, bax, həmən evin içində şeytanı evə salmış olursan. Çünki günah baş verən yerdə şeytan olur. Günah nədir? Ya qeybət edirsən, sən qeybətə başladınsa, şeytan və ordusu dolur evinə. Və yaxud da ki, haram bir şeyə baxırsan, şeytanı doldurursan evinə. Haram bir şey yeyirsənsə, şeytan dolur evinə. Deməli, haram nə vardırsa, onunla şeytan vardır. Halal nə vardırsa, onunla mələk vardır. Ona görə də xəta edən kimi tövbə et, istiğfar et. Hansı evdə evin əhli tez-tez əstəğfirullah deyirsə, həmən evin bərəkətlənməsinə səbəb olur. Və bir də ki, 10-cu səbəb də, Allaha bolluca dua etmək. Evində və ev əhlinin həmişə buna vərdiş etdir. Allaha bolluca dualar edin evinizin içində. Yəni, sizin dilinizdən Allahım, ey Rəbbim, ey mənim ruzu verənim, bax, Allahla danışıq çox olsun.
Hansı evdə bu hal çoxdursa, o evə durmadan bərəkət var. Çünki, niyə? Sən hər əlivi açıb deyəndə ki, ey Rəbbim, deyəndə Rəbbinin diqqətini evinə çəkirsən. Əstəğfirullah, Allahı bir şeyə bənzətməyək. Yəni, sadəcə olaraq daha necə deyək ki, anlaşılsın deyə bu cura deyilir. Yoxsa elə deyil ki, o çağırdıq bizə baxır, çağırmadıq baxmır. Allah hər nəyi görür, amma hər nəyə baxmır. Bu necədir, bunu Allah bilir. Çünki dualarda biz deyirik ki, Allahım, rəhmət nəzərini mənə sal. Deməli, Allah görür axı məni. Deməli, görmə başqa şeydir. Rəhmət nəzəri ilə baxmaq başqa şeydir. Yəni, mənə sevgi ilə bax, ey Rəbbim. Günahlarıma görə mənə qəzəblənmə. Bax, Allaha biz nə qədər dua ediriksə, diqqəti özümüzə çəkirik. Kimin? Allahın diqqətini. Amma biz günah etdiksə, şeytanları çəkirik özümüzə. Ona görə də hansı evdə əllər açılırsa, Allaha dua olunursa, bax, o evə bərəkət gəlir. Ey gənclər, çalışın, sizin atanız, ananız dua eyləsin. Siz əmin deyin, siz bilin ki, evin ən xeyirli adamı ata-anadır. Əgər ata-ana müsülmandırsa, nə xoşbəxtdir o ev. Əgər sənin atan və anan müsülmandır, yəni Allaha ibadət edir, Allaha şərik qoşmur, əyyaş deyil, zinakar deyillərsə, sən bilginən ki, onlar nur parçasıdır sənin evində. Əgər sən bir şeylər yeyirsənsə, onların hesabına yeyirsən. O zaman çalış valideynlərin sənin üçün dua etsin. Sənin üçün deyəndə ev üçün dua etsin. Körpə uşaqlara dua elətdirin. Uşaqları öyrədin, yemək yeyəndən sonra desin, Əlhəmdülillah, Allahum, verdiyin nemətlərə görə sənə şükürlər olsun. Sən bilginən ki, qocaların və körpələrin duası daha təsirlidir. Bəli, dəyərli müsülmanlar, bu saydığımız 10 səbəb evə bərəkət gətirən səbəblərdir. Qur'an və sünnənin işığında bizə öyrədilmiş qaydalardır bu. Gəlin riayət edək ki, Allah Subhanahu taala evimizi bərəkətli etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.